İslam dini meydana gəldiyi gündən etibarən elmə və təhsilə xüsusi önəm vermişdir. Bunları biz Quran-ı Kərimin ayələrindən və hədislərdən də açıq-aşkar görə bilərik. Heç də təsadüfi deyil ki, Quran-ı Kərimin nazil olan ilk ayəsi Aləq surəsi olmuşdur. Uca Allah Quran-ı Kərimdə belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İqra bismi rabbikəl-ləzi xalaq. Oxu, səni yaradan Rəbbinin adı ilə oxu. İqra və rabbukəl əkram. Oxu, sənin Rəbbin kəramət sahibidir. Əlləzi alləmə bil-qələm, alləməl-insənə mə ləm ya'ləm. O Allah ki, insana qələmlə yazmağı öyrətdi və o Allah ki, insana bilmədiklərini öyrətdi. Quran-ı Kərimdə oxu əmri Peyğəmbərimizə verilsə də, məlumdur ki, Quran-ı Kərim ümumbəşəri bir kitab olduğu üçün bütün insanlara oxumağı və təhsilli olmağı tövsiyə edir. Quranın başqa bir ayəsində, Zumar surəsində Allah heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Yalnız ağıl sahibləri ibrət alar deyə bildirir. Burada bilənləri bilməyənlərlə müqayisədə qaranlığın işığa, cəhalətin nurla qarşılaşdırması kimi də düşünmək olar. Və ancaq ağıl sahibləri, elm sahibləri düşünərək bilik əldə edə və müvəffəq ola bilərlər. Quran-ı Kərimin ayələrinə diqqət yetirsək, biz dua motivli ayələrin də olduğunu açıq-aşkar görə bilərik. Bu ayələrin birində Uca Allah belə buyurur. Rabbi zidni ilmən. Ey Rəbbim, mənim elmimi artır. Biz buradan belə anlayırıq ki, insan nə qədər də elm sahibi olsa, Allaha dua etməsinə möhtacdır. Yəni, biz nə qədər də dua etsək, yenə də azdır.